Quba rayonunda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən qurumun böhran vəziyyətlərində idarəetmə mərkəzinə daxil olan məlumata əsasən avqustun 14-də yerli vaxtla saat 20:56-da Quba rayonu ərazisində 13 km dərinlikdə 4,9 magnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Azərbaycanda il ərzində 6-7 min zəlzələ qeydə alınır. Onlardan bəziləri hiss olunur, bəziləri isə yox. 7 və yuxarı magnitudalı zəlzələlər dağıdıcı və təhlükəli hesab olunur. Lakin Respublika ərazisində xırda təkanlar hər gün qeydə alınır. Amma narahatlığa əsas yoxdur. İnsanlar rahat yata bilərlər.